Hər vaxtınız xeyirli olsun. Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinən 15 nəfər Ermənistan vətəndaşının barəsində olan cinayət işi üzrə keçirilən açıq məhkəmə iclasında Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə nəticəsində törədilmiş çoxsaylı cinayət əməlləri ilə bağlı yeni sübutlar, yeni faktlar təqdim olunur məhkəmə prosesində. Qeyd edək ki, həmin sübutlardan, faktlardan bir daha təsdiqini tapır və bəlli olur ki, 2019-2020-ci ildə Ermənistan Azərbaycanla sülhə deyil, yeni müharibəyə hazırlaşırmış və hədəf isə Azərbaycanın yeni yaşayış məntəqələrinin hədəfə götürülməsi, məhv edilməsi və işğal edilməsi olub. Məhkəmə prosesində bununla bağlı çoxsaylı sübutlar, faktlar, video materiallar təqdim olunur. Eyni zamanda təqsirləndirilən şəxslər dövlət ittihamçılarının suallarını cavablandırırlar və həmin ifadələrdə, həmin sualları cavablandırarkən bir daha həmin törədilmiş cinayət hadisələri ifadələrdə etiraf olunur və təsdiqini tapar. Qeyd olunur ki, həmin vaxtı Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsi Azərbaycanın işğal altında saxlanılan ərazilərində saxlanılıb. Yəni qondarma rejimi müdafiə ordusu, dırnaqarası müdafiə ordusu Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsi olub. Onun bütün təminatı da Ermənistandan göndərilirmiş. Və qeyd olunur ki, 2016-cı ilin aprelində tarixə aprel döyüşləri kimi düşən hadisələr zamanı Azərbaycana qarşı aparılan hərbi əməliyyatlara rəhbərliyi Ermənistanın müdafiə naziri və qərargah rəisi rəhbərlik edib. Bu cür faktlar məhkəmə prosesində olduqca çoxdur. Onlar tədqiq olunur, təqsirləndirilən şəxslər dövlət ittihamçılarının suallarını cavablandırırlar. Açıq keçən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri iki müdafiəçi ilə təmin olunub. Eyni zamanda onlar ifadələrini özlərinin istəyinə uyğun olaraq rus və erməni dilində ifadə verirlər. Bunun üçün məhkəmə prosesində iki tərcüməçi iştirak edir. Bugünkü iclasda da çoxsaylı zərər çəkənlər iştirak edirlər. Onlar məhkəmə prosesində zərər çəkmiş qismində əyləşirlər və hüquqlarını da vəkilləri müdafiə edir. Açıq keçən məhkəmə iclası ilə bağlı, bugünkü iclasla bağlı biz xəbərlərin növbəti buraxılışında daha geniş reportajımız var ki, onu da təqdim edəcəyik. Orada da kifayət qədər maraqlı və geniş məlumatlar əksini tapacaq. Hələlik isə bu saata çatdıracaqlarımız bu qədər. Buyurun, söz yenidən mərkəzdə, studiyadadır.